Hər vaxtınız xeyir. Heç elə olubmu ki, sanki görünməz iplərlə dartılırsınız? Yəni, başqasının istəyi ilə hərəkət edirsiniz, amma bunun səbəbini heç cür anlaya bilmirsiniz. Bax, bugün elə bu gücdən, gündəlik həyatımızda gizlənən və bizi idarə edən psixoloji manipulyasiyadan danışacağıq. Gəlin bir anlıq bu suala fokuslanaq. Siz oynayırsınız, yoxsa sizinlə oynayırlar? Yəni, münasibətlərinizdə sükan sizin əlinizdədir, yoxsa fərqində olmadan başqasının qurduğu bir oyunun fiquruna çevrilmisiniz? Bu suala verəcəyiniz cavab əslində bu mövzunun sizin üçün nə dərəcədə aktual olduğunu göstərəcək. Yaxşı, gəlin bu işin dərinliyinə gedək. Manipulyatorların istifadə etdiyi o gizli oyun kitabını vərəqləyək. Görəsən bu taktikalar necə işləyir və daha da önəmlisi, niyə bu qədər təsirli olur? Baxın, bu termin sizi çaşdırmasın. Söhbət terapevtik psixologiyadan, yəni insanlara kömək etmək elmindən getmir, qətiyyən. Qaranlıq psixologiya sanki psixologiyanın qaranlıq üzüdür. Burada məqsəd şəfa vermək deyil, əksinə insanın zəif nöqtələrini tapıb onlardan istifadə edərək güc və nəzarət əldə etməkdir. Bu, sözün əsl mənasında münasibətlərin pərdə arxasında işləyən bir təsir sənətidir. İndi yəqin düşünürsünüz ki, bu cür şeylər ancaq filmlərdə olur. Amma əslində heç də elə deyil. Bu taktikalar inanın ki, hər yerdədir. Romantik münasibətlərdə, ofisdəki o gərgin rəqabətdə, siyasətdə, reklamlarda, hətta gündəlik alış-veriş danışıqlarında belə bu oyunun elementləri ilə üzləşə bilərsiniz. Yaxşı, gəlin manipulyatorun oyun kitabındakı ilk və bəlkə də ən hiyləgər tələyə nəzər salaq. Adı mükafat tələsi. Bu tələ o qədər şirin başlayır ki, sevgi, tərif, diqqət. Amma sonu sizi birbaşa psixoloji asılılığa aparır. Deməli, bu tələ necə işləyir? Gəlin addım-addım baxaq. Birinci mərhələ, hədsiz sevgi. Manipulyator sizi diqqətə, hədiyyələrə, təriflərə qərq edir. Özünüzü dünyanın ən dəyərli insanı kimi hiss edirsiniz. Sonra, ikinci mərhələ, qəfil soyuqluq. Bütün o diqqət, o sevgi bir anda yoxa çıxır. Siz çaşqınlıq içində qalırsınız. Üçüncü mərhələ, özünü günahlandırma. Görəsən nəyi səhv etdim, deyə düşünməyə başlayırsınız. Və nəhayət dördüncü mərhələ, çarəsiz itaət. O gözəl hissləri geri qaytarmaq üçün, onun tərifini yenidən qazanmaq üçün hər şey etməyə hazır olursunuz. Vəssalam, tələyə düşdünüz. Baxın, buradakı əsas məqam odur ki, siz artıq bir növ asılıya çevrilirsiniz. Manipulyator sizin tərif və bəyənilmə mənbəyinizə nəzarət edir və siz növbəti doza üçün, yəni onun diqqətini qazanmaq üçün hər şey edərsiniz. Bu, sadəcə keyfinizin pozulması deyil. Bu, sizi emosional cəhətdən tamamilə idarə etmək üçün qurulmuş, soyuqqanlı bir plandır. Deməli, birinci tələdə sizə yaxşı bir şey verirlər, sonra onu geri alırlar. İndi isə gəlin ikinci tələyə baxaq. Burada isə tam tərsinədir. Sizdən pis bir şeyi uzaqlaşdırırlar, amma əvvəlcə o pisliyi özləri yaradırlar. Bu, ağrı tələsidir və işlər burada biraz da qaranlıqlaşır. Yəni, burada yanaşma tamamilə fərqlidir. Manipulyator sizə mükafat vermir. Əksinə, əvvəlcə bir ağrı, bir narahatlıq yaradır. Sonra da o ağrını aradan qaldıraraq sizi özünə minnətdar edir. Prinsip çox bəsitdir, amma inanılmaz dərəcədə təsirlidir. Əvvəlcə ağrı yarat, sonra da o ağrını yüngülləşdirməyi bir lütf kimi təqdim et. Bu bizim təbii olaraq narahatlıqdan qaçmaq istəyimizdən sui-istifadə edən çox məkirli bir texnikadır. Yəni, onlar həm problemi yaradır, həm də sonra özlərini xilaskar kimi göstərirlər. Bu ayaqqabı bənzətməsi vəziyyəti əla izah edir, elə deyilmi? Təsəvvür edin, kimsə sizi dar ayaqqabı geyinməyə məcbur edir, siz əziyyət çəkirsiniz, sonra o, icazə verir ki, ayaqqabını çıxarasınız. O an hiss etdiyiniz rahatlıq o qədər güclü olur ki, sanki sizə böyük bir hədiyyə verilib. Amma bir dəqiqə, o ağrını əvvəldən yaradan elə onun özü deyildimi? Bax, manipulyasiya məhz budur. Bəs bu ağrı dediyimiz şey nədir? Bu həmişə fiziki olmur. Məsələn, səssiz müalicə, yəni günlərlə sizinlə danışmamaq, sizi yox saymaq və ya daimi tənqid, nə etsəniz də bəyənilməmək, sizi başqalarının yanında alçaltmaq, lağ etmək, daim deyinmək, bütün bunlar sizin özgüvəninizi qıran, sizi yoran və nəticədə idarə olunmağa daha həssas edən psixoloji silahlardır. Yaxşı, ilk iki tələni gördük. İndi isə gəldik üçüncü və bəlkə də ən çox istifadə olunan oyuna, rəqabət tələsi. Bu tələ birbaşa bizim ən primitiv instinktlərimizi, yəni qısqanclıq və rəqabət hissimizi hədəf alır. Buradakı texnika çox sadədir. Oyuna üçüncü bir şəxsi daxil etmək. Bu şəxs real da ola bilər, tamamilə uydurmada. Məqsəd nədir? Sizi qısqandırmaq və rəqabətə sövq etmək. Və beləcə, sizin ikinizin arasındakı münasibət bir anda 3 nəfərlik bir yarışa çevrilir. Bax, bu cümlə klassik bir nümunədir. Köhnə sevgilim toksik idi, amma məni həmişə ən yaxşı restoranlara aparırdı. Bunun alt mətni nədir?
Sən məni yaxşı restoranlara aparmırsan, sən onun qədər yaxşı deyilsən, özünü sübut etməlisən. Vəssalam. Rəqabət tələsi işə düşdü. Və nəticədə nə olur? Siz daha yaxşı seçim olduğunuzu sübut etmək üçün çırpınırsınız. Daha çox çalışır, daha çox güzəştə gedirsiniz və fərqində belə olmadan manipulyatorun əlində bir kuklaya çevrilirsiniz. O isə kənardan bu oyunu izləyir. Yaxşı, bütün bu tələləri, bu qaranlıq oyunları gördük, amma bunları bilmək hələ hər şey demək deyil. Əsas sual budur. Bəs özümüzü necə qoruyaq? Bu tələlərə düşməkdən necə qaça bilərik? İndi isə gəlin gücü yenidən öz əlimizə almağın yollarından danışaq. Özünüzü qorumaq üçün 4 vacib qayda var. 1. Tələsməyin. Unutmayın, həqiqi bir bağ zamanla yaranır. Manipulyatorlar isə həmişə sürət və gərginlik ilə işləyərlər. 2. Beyninizi heç vaxt söndürməyin. Həm ürəyinizə, həm də məntiqinizə qulaq asın. Əgər bir şey həddindən artıq yaxşı görünürsə, çox güman ki, elə deyil. 3. Sərhədlərinizi qurun. Nəyə hə, nəyə yox deyəcəyinizi bilin və bunda qərarlı olun. Manipulyator mütləq o sərhədləri yoxlayacaq. Və 4. Sözlərə yox, hərəkətlərə baxın. İnsanların nə dediyi yox, nə etdiyi önəmlidir. Unutmayın, bu oyunlarda sizin ən güclü müdafiəniz elə məlumatlı olmağınızdır. Və yekun olaraq bu fikri heç vaxt unutmayın. Əsl sevgi sizi azad edir, sizə qanat verir. O sizi zəncirləmir, idarə etməyə çalışmır. Bax, bu fərqi anlamaq, manipulyasiyadan qorunmaq üçün atacağınız ən böyük addımdır. Odur ki, özünüzə bu sualı verin. Olduğunuz münasibətlər sizi daha azad bir insana çevirir, yoxsa daha çox məhbusa?